Bugün sizlərə inşallah ki, sintaksis bölməsində olan söz birləşməsi mövzusunun izahlarını, test izahlarını təqdim etməyə çalışacağam. Belə, uşaqlar, sualların izahlarına keçməzdən öncə bir kiçik xatırlatma etmək istəyirəm ki, bizim artıq növbəti tədris ili üçün fərq etmir, həm blok, həm buraxılış dərs qruplarımızda qeydiyyatımız başlayıbdır. Siz də maksimum şəkildə imtahanda Azərbaycan dili fənni üzrə nəticə əldə etmək istəyirsinizsə, gecikmədən bizim qruplarımızda qeydiyyatdan keçə bilərsiniz ki, imtahanda uğurlu nəticə sizinlə olsun. Belə əzizlərim, indi isə keçək sualların izahlarına. Birinci sualda deyir ki, hansı söz birləşməsində əsas tərəf hərəkətin zamanını bildirir? Əzizlərim, ümumiyyətlə Azərbaycan dilində söz birləşməsi anlayışında əsas və az tərəf anlayışlı olur ki, hansı ki, əsas tərəf ikinci tərəf olur, az tərəf birinci tərəf olur. Bizə şərtdə deyir ki, az tərəf hərəkətin zamanını bildirsin. Misal, burada az tərəf kənddir, kənd zaman bildirmir. Sən əvəzlikdir, zaman bildirmir. Sonuncu, bu sifətdir, zaman bildirmir. Səhərin soyuğu, bu səhər burada isimdir. Cavab D variantıdır. Baxın əzizlərim, səhər qayıdarkən əsl tərəf səhərdir və nə zaman sualına cavab verən, zaman məzmunu daşıyan bir sözdür. Səhər qayıdarkən, nə zaman qayıdarkən, görürsünüz uşaqlar, zaman məzmunu bildirir. Testin doğru variantı D variantı qalmış olacaq. 2. Hansı söz birləşməsində az tərəf hərəkətin zamanını bildirir? Əzizlərim, yenə eyni qayda. Baxaq, çox bilərkən, burada kəmiyyətdir. Nə qədər sualına cavab verirsə kəmiyyətdir. Cəld qaçan, necə qaçan, nə cür qaçan, hansı tərzdə qaçan, bunu tərz bildirir. Axşam oxuyanda, cavab C variantı. Nə zaman? Axşam. Görürsünüz uşaqlar, zaman məzmunu bildirir. Şəhərdən gələndə bu yerdir, evdən çıxanda yer məkandır. Və salam, cavab C variantı. Üçüncü suala baxmış olacaq. Birinci tərəfi isimli ifadə olan söz birləşməsi. Deməli, uşaqlar söz birləşməsini tapmalıyıq və söz birləşməsinin birinci tərəfi, yəni az tərəfi isimli olmalıdır. Qılınc isimdir, durna isimdir, mehriban sifətdir, A getdi. Hər əvəzlikdir, dairəvi sifətli kitab isimdir, B getdi. Gümüş isimdir, torpaq isimdir, dəmir isimdir. Uşaqlar, burada gümüş qaşıq, necə qaşıq, dəmir bilək, necə bilək, bu suallar sizi çaşdırmasın. Siz bilməlisiniz ki, material adı bildirən sözlər isimdir. Sadəcə burada isim sifətləşir və sifətin suallarına cavab verir. Amma o demək deyil axı bu sifət olur. Bunlar morfoloji cəhətdən yenə də ismin özüdür. Cavab C-dir. Alma isimdir, vətən isimdir, azad sifətdir. 7-ci saydır, gözəl sifətdir, azğın sifətdir. 4-cü suala baxmış olacaq. Birincidə tərəfi sifətli ifadə olunubdur. Deməli, az tərəfi. Mahnı isimdir, kitab isimdir, sual isimdir. Biz əvəzlikdir, cavab Y variantı. Çiskinli hava, necə hava? Çiskin sözündən çiskinli sifəti. Birində 3 əsas nitq hissəsindən ibarət söz birləşməsidir. Baxaq. Burada A variantında kimi qoşmadır, əsas nitq hissəsi deyil. B-də ən qüvvətləndirici ədatdır, qoşma, daha doğrusu əsas nitq hissəsi deyil. Yaxşı olmaq, ümumiyyətlə əzizlərim, yadda saxlayasınız ki, ol, et, bil, qıl. Bu tip feillər söz birləşməsi yaratmaz. Nə yaradar deyim sizə? Mürəkkəb tərkibi feil yaradar. Mürəkkəb tərkibi feil. Şairin lirik şeirə cavab deyildi. Şair isim, lirik sifət, şeir isim. Hər üçü əsas nitq hissəsinə aid olan sözlərin köməyi ilə yaranmış söz birləşməsidir. Daha ədatlı getdi. 6. Hansı nümunədə hər iki tərəfi eyni nitq hissəsilə ifadə olunubdur? Bəli, baxaq, eyni nitq hissəsi olsun. Misal üçün, birincisi isim olursa, ikincisi də isim olsun. Yəni, əsas az tərəfdən söhbət gedir. Daş bina. Bunu götürəcəyik. Çünki uşaqlar, daş da, bina da hər ikisi isimdir. Sadəcə burada daş sözü sifətləşib, çünki necə sualına cavab verir. Oxumaq feilli getdi. Oxuyanlar gələndə anən feili sifətdir, andən də feili bağlamadır. Yəni, sonucda hər ikisi feildir. Siz götürəcəksiniz. Evə gələndə bu feildir, amma ev isimdir. Gülə-gülə gülərək, əni çıxıb yerinə araq və ərəyi bərpa edə bilirsənsə, təbii bu nə olacaq? Feil olacaq. Və gedən də feili sifətdir və sonucda hər ikisi feildir də bunların.
Daraq qabı, daraq isim, qab isim. Və salam, cavab A variantı. Sadəcə burada uşaqlar yerlər fərqli veribdir. Bu siz çaşdırmasın. 7-ci sual. Aha, bir söz birləşməsi deyil. Açıq söz birinci növdür. Qoca tərzan birinci növdür. Sən gələndə feili birləşmə, çünki əsasda andəndə var. Ol et, bil, qıl uşaqlar. Baxın, səhv etmirəmsə 5-ci sualda qeyd etdim ki, ol, et, bil və qıl. Bu tipli feillər söz birləşməsi yaratmaz, çünki bunlar mürəkkəb tərkibi feil yaradar. Babək andı 3-cü növdür. Söz birləşməsi deyil, cavab A-dır. Çünki uşaqlar burada tərəf var. Tərəf köməkçinin iki hissəsində qoşmadır və köməkçinin iki hissəsində söz birləşməsi əmələ gətirməz. Cavablardan biri söz birləşməsi. Günlər ötdükcə, dıqca əsas tərəfdə varsa bu feili birləşmədir. Aldığım məktub birinci növdür, vətən həsrəti ikinci növdür. Sonra baxaq 9-cu sualın izahına. Biri söz birləşməsi deyil deyir. Gözəl arzu birinci növ, dəniz məhsulları ikinci növ, dənizin məhsulları. Çünki burada görməyin yiyəliyi var. Səfər təsərrüfatı, səfərin, bu da ikinci növdür. Dənizə qədər cavab B-dir. Çünki qədər uşaqlar burada qoşmadır və qoşma köməkçinin ikisi olduğu üçün köməkçilər ismi birləşmə əmələ gətirə bilməz. İsa bulağı ikinci növ. Çünki İsa sözündə qeyri-müəyyən yiyəliyi hal var. İsa'nın bulağına çevirə bilirəm. Tərəfləri isimli fayda olan birləşməni tamam. Dəri çanta cavab A variantı. Çünki uşaqlar dəri də, çanta da hər ikisi isimdir. Birdən çaşıb dəri çanta necə çanta? Yəni bunu sən sifət götürərsən, xeyr. Dəri material adı bildirdiyi üçün bu isimdir və necə sualına cavab versə belə bu sadəcə burada sifətləşibdir. Duzlu xörək duzlu sifətdir. Vurğun sifətdir. Çiğ ət, çiğ sifətdir. Saralmış güllər, saralmamış güllər. Bu feili sifətdir. 11-ci suala baxacaq. Birləşmələrin birinin hansı tərəfi fərqli hissəsidir? Əzizlərim, baxaq. Baxın, insanlar, insan isimdir. Təcili, bu sifətdir. Şirin meyvə, şirin, deməli, sifətdir. Maraqlı sifətdir. Zaldakı sifətdir. Burada sadəcə olaraq uşaqlar fərqli olan insan sözdür. Yəni gördüyümüz kimi B-də, C-də, D-də və Y-də. Hər dördündə sifətdir. Sadəcə A variantında olan insan sözü isimdir. Cavab A variantıdır. Cümlələrin birində söz birləşməsi var, əzizlərim. İstintaq davam edir. Yəni yoxdur. Yarış çoxdan qurtarmışdı. Yoxdur. Zəng edəndə, anda, əndə feili birləşmə bağlamadır çünki. Edəndə. Burada D-də də yoxdur, Y-də də yoxdur. Sonra 13-cü suala baxmış olacaq. Hər iki tərəfi ümumi isimli faydalı söz birləşməsi. Baxaq uşaqlar, ümumi isim. Burada oxumaq feildir. Newton xüsusidir. Abşeron xüsusidir. Cavab C variantı. Dəniz havası, dənizin havası ikinci növ. İstirahət parkı ikinci növ. Meyvə ağacı ikinci növ və hər ismi birləşmə də ümumi isimdir. Aygün xüsusi isimdir. Sonra dağdan enəndə isə bu ümumiyyətlə əzizlərim isim deyildir. Çünki burada feil var. Sonra 14-cü sual. Hansı sərbəst söz birləşməsi deyil? Əzizlərim, ümumiyyətlə söz birləşməsi anlayışı bölünür iki yerə. Sərbəst, bir də sabit. Sabit. Əzizlərim, sərbəst söz birləşməsi bizim bildiyimiz ismi və feili birləşmələrdir. Sabit isə bu frazeoloji birləşmədir. Və salam, deməli sərbəst olmamağı üçün nəyə götürməliyik? Sabitləri, yəni frazeoloji birləşmələri götürməliyik. Arana gəlmək, uzaqdan gəlmək, dil tökmək frazeoloji birləşmə, can almaq frazeoloji birləşmə, xörək hazırlamaq bu həqiqi mənadır, yəni sərbəst söz birləşməsidir. 2 və 5 cavab Y variantı. 15, baxaq uşaqlar 15-ci suala. Sərbəst söz, yəni sabit frazeoloji. Kitaba baxmaq sərbəstdir. Xəbər almaq sabitdir, çünki frazeoloji birləşmədir. Başa gəlmək frazeoloji birləşmə. 3 və 5 cavab deyir. Həyatı sevə bilərik, küçüyə çıxa bilərik. Yoxdur deyir söz birləşməsi. Tarixi abidə birinci növ. Qeyrətli oğul, necə oğul birinci növ. Kəndə çatanda söz birləşməsidir. Qatar stansiyaya, burada heç nə yoxdur cavab deyir. Yaşamaq gözəl duyğu birinci növ. 17. Söz birləşməsinə aid olmayan xüsusiyyət nəzəri bir sualdır.
Elə A variantını görən kimi dərhal götürmək lazım. Çünki uşaqlar bitmiş bir fikir ifadə eləmir söz birləşməsi. Bu cümlənin tərifidir. Yadda saxlayasınız ki, Azərbaycan dilində məfhum anlayışı var. Birinci hərfdir, hərf. İkincisi sözdür. Üçüncüsü söz birləşməsi. Dördüncüsü cümlədir. Birinci hərf yaranıb, hərfdən sonra söz yaranıb, sözdən sonra söz birləşməsi cümlə yaranıb. Və yadda saxlayın ki, bitkinlik yalnız və yalnız cümlədə olan bir şeydir. Bitkinlik cümləyə aiddir. Əsas az tərəf olur, doğrudur. Sözə nisbətən konkretlik, bəli. Baxın, burada qeyd etdiyim sxemə əsasən. Söz birləşməsi təbii ki, sözə nisbətən geniş olacaq, konkret olacaq, fikir biraz aydın olacaq. Əsas tərəfin ifadə vasitəsinin ismi və feili birləşmə, bəli, əzizlərim. Əsas tərəf məsdər, feili bağlama olarsa, bu feili birləşmədir. Doğrudur, yəni. Ən azı 2 müstəqil sözdən, təbii ki, uşaqlar, orada ən az 2 müstəqil söz olmalıdır ki, o artıq ismi birləşməni əmələ gətirsin. Belə, 18-ci suala baxaq. Söz birləşməsi ilə bağlı doğru fikir deyil. Tərəflərdən biri əsas, digəri isə köməkçi nitq hissəsindən ibarət ola bilər. Uşaqlar, yadda saxlayasınız ki, əzizlərim, köməkçi nitq hissəsi söz birləşmənin yaranmasında heç bir rola malik deyil. Yəni, sən orada bir əsas nitq hissəsini götürüb, bir dənə köməkçini götürüb söz birləşməsini əmələ gətirə bilmərsən. Söz birləşməsi olması üçün orada ən azı 2 leksik mənalı söz olmalıdır. Bir yanlışdır. Əsas aslı tərəf məlum məsələ, intonasiya bitkinliyi məlum məsələ, ən azı 2 müstəqil sözdən ibarət olur, bəli, doğrudur. İsmi və feili olur, bəli. Əsas tərəfin ifadə vasitəsinə görə ya ismi birləşmə olacaq, ya da ki, feili birləşmə olacaq. 19. 3 əsas nitq hissəsindən ibarət olan ismi birləşmə. Deməli, ismi birləşməni tapmalıyıq. Tapdığımız ismi birləşmənin tərkibində 3 əsas nitq hissəsi olmalıdır. Əsas nitq hissəsi olmalıdır. Misal üçün, burada zehni açıq. Görürsən, 3 dənə yoxdur. Qocanın üzü ismi birləşmədə, amma bir dənə, 2 dənə, 3 dənə yoxdur. Bizim kəndimizin mərkəzində cavab C-dir də. Bizim kəndimizin mərkəzi 3 dənə sözdən ibarət olan bir dənə ismi birləşmədir. Bu hadisə birinci növdür və burada sadəcə 2 dənə söz var. Bildiyi məsələ bir dənə söz, 2 dənə söz. Getdim. 20-ci sual. Ah, nələr duyuram onun səsində. Burada uşaqlar, söz birləşməsinin sintaksis vəzifəsi. Birinci söz birləşməsini tapaq, sonra sintaksis vəzifəsini qeyd eləyək. Onun səsi burada yəlikdir, burada da mənsubiyyətdir. Yəlik plus mənsubiyyət verir bizi 3-cü növ təyini söz birləşməsi. İndi baxaq. Nə edirəm? Duyuram xəbər. Nəyi, nələri? Nədə? Onun səsində. Onun səsində uşaqlar cümlənin tamamlığıdır. Və salam. 21-ci sual. Söz birləşməsi haqqında səhv fikirdir. Baxaq. Tərəfləri sadə və mürəkkəb sözdən ibarət ola bilər. Bəli, uşaqlar. Orada bir dənə söz birləşməsi deyərəm. Aslı və yaxud da əsas fərq etmir. Həm sadə ola bilər, həm də mürəkkəb söz ola bilər. Əsas və az tərəf məlum məsələ bu. Fikir bitkinliyinə malik olmur, çünki bu cümləyə aid olan bir tərifdir. Tərəfləri həm adlarla, həm də feillərlə ifadə oluna bilər, doğrudur. Baş üzvlər vəzifəsi çıxış edə bilmir. Niyə ki? Misal üçün bir dənə ismi birləşmə deyirəm. Onun gözləri gözəldir. Baxın uşaqlar, gözəldir. Nədir? Gözəldir. Xəbər. Nə? Onun gözləri. İsmi birləşmədə 3-cü növdür və mübtəda oldu cümlədə. Gördünüz? Deməli, baş üzv yerində işlənə bilər. Cavab 7. Səhv istəyirdi bizdən. 22-yə baxacaq. Qaldırıcı kran birləşməsi ilə bağlı səhv fikir uşaqlar. Tabe tərəfi feildən düzəlmiş sifətdir. Əzizlərim, yadda saxlamalısınız ki, ismi birləşmədə bir tabe edən var. Bir də var tabe olan, yəni tabe tərəf. Uşaqlar, tabe edən, baxın, tabe edən, nə isə tabe edirsən, deməli əsas olar, bu hökmran olar, əsas. Tabe edən əsasdır. Tabe olanda, əzizlərim, nədənsə tabe olursan da, aslı olursan. Bu da olur aslı tərəf. Və salam. Deməlidir tabe tərəfi, yəni aslı tərəfi. Desəydi, tabe edən tərəf əsası götürəcəkdim. Amma tabe deyirsə, artıq mən burada aslını götürəcəm. Tabe tərəf
Burada aslı tərəf qaldırıcıdır. Feildən düzəlmiş sifətdir. Bəli, qaldır feilindən qaldırıcı sifəti. Doğrudur. Formalaşmasında qrammatik şəkilçinin rolu yoxdur. Bəli, əzizlərim. Bilirsiniz nə deməkdir? Yəni birinci növün yaranmasında heç bir qrammatik şəkilçinin rolu olmur. Misal üçün, ikinci növdə mənsubiyyət olur. Üçüncü növdə həm yiyəlik hal olur, həm də mənsubiyyət olur. Yəni qrammatik şəkilçilərin rolu olur. Amma birinci növdə olmur. Əsas tərəf isimli ifadə olunubdur. Kıran əsaslı doğrudur. Tabe tərəfi ikileksi şəkilçisinin istifadə olunmuşdur. Xeyr uşaqlar, burada tabe tərəf qaldırıcıdır və mən bunu az öncə təhlil etdim. Kök şəkilçiyə ayırdım və siz bunu müşahidə etdiniz ki, mən burada bir dənə leksi şəkilçi götürdüm, ikisini götürmədim. Cavab deyildi. Tərəfləri ayıraq cümlə kimi. Bəli uşaqlar, doğrudur. Misal üçün deyirəm ki, qaldırıcı kran gəldi. Gəlin baxaq, baxın. Gəldi xəbər. Nə? Kran. Hansı kran? Qaldırıcı kran. Birinci növ təyinli söz birləşməsi sintaksis təhlil zamanı parçalanır deyə uşaqlar. Və mən burada əsas tərəfi mübtədaya götürürəm, az tərəfi isə təyin götürürəm. Amma ikinci və üçüncü növdə bu müşahidə olunmur. Çünki ikinci və üçüncü növlər parçalanmır. Ayrı-ayrı cümlə üzvü olmur tərəfləri. Ona görə yəni cavab D variantı qalmış olur. 23-cü suala baxaq. Hansı birləşmənin əsas tərəfi feil deyil uşaqlar? İnsanın arzusu. Cavab adıda burada feili birləşmə mi var? Bütün olmuş danışmaq, andə, etmək, yetirmək. Görürsünüz, hamısı feildir. 24-də baxaq. Tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyənləşdirin. Baxaq uşaqlar. Bu tipli sualları ümumiyyətlə burada şərt və yaxud da hökmlər çox olur. Bunları işləmək üçün 24-cü tipli sualları, indi 25-də görəcəksiniz bunu. Bu sualları işləmək üçün uşaqlar etap-etap eləmək lazımdır. Baxın, birinci mən burada sadə isim düzəltmə ismi tapım. Elə A variantı taxta sadədir. Döşə feilindən döşəmə. Görsən? Yəni bu da düzəltmədir. Deməli A gəldi bura. Sonra düzəltmə sifət, düzəltmə isim. Baxaq görək. Dünənki görüşlər. Dünəndən dünənki düzəltmə sifət. Görməkdən görüş düzəltmə isim. Belə gəldi bura. Düzəltmə sifət sadə isim. Gərməkdən gərgin, vəziyyətdə sadə isim. D də gəldi bura. Düzəltmə zərf feili sifət. Uca, ucadan düzəltmə zərf. Danışan da feili sifət. Y də gəldi bura. Demək uşaqlar, bizim C variantımıza aid olan heç bir cümləmiz burada, daha doğrusu heç bir hökmümüz yoxdur. Testin doğru cavabı uşaqlar C variantı qalmış olacaq. Sonra keçək 25-ci suala. Aha, eyni tipli, gördünüzmü suallardan biridir. İndi baxıram. Deyir ki, tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini tapın. Yaxşı. Sadə isim, düzəltmə isim. Sadə isim uşaqlar, bir də düzəltmə isim olmalıdır. Deməli, süzgün baxışlar bu heç, dəri döşəkcə. Deməli, dəri sadə isimdir. Döşə feilindən döşəkcə. Görürsünüz uşaqlar, düzəltmə isimdir. Deməli, C gəldi birə. Düzəltmə sifət, düzəltmə isim. Düzəltmə sifət, düzəltmə isim. Süzməkdən süzgün, baxmaqdan baxış. Bəli. Düzəltmə sifət, düzəltmə isim. A gəldi bura. Sonra düzəltmə sifət sadə isim. Deməli, düzəltmə sifət sadə isim. Solmaqdan solğun, çiçəkdəki sadə D də gəldi bura. Düzəltmə zərf feili sifət. Baxaq. Düzəltmə zərf çox, çoxdan. Gələndəki anən feili sifət. Y də gəldi ən sona. Demək uşaqlar B variantı həndəsi silsilə birləşməsinə aid olan heç bir hökm verilməyibdir. 26-cı suala baxmış olacaq. Altından xətt çəkilmiş hansı ifadənin tərkibindəki sözlər məna və qrammatik cəhətdən bir-birlə əlaqələnmir uşaqlar. Əlaqələmə bilirsiniz nə deməkdir? Yəni həmin sözlə birləşmə olmalıdır. İsmi birləşmə və yaxud da feili birləşmə. Sözlərin məna və qrammatik cəhətdən bir-biri ilə əlaqələnməsi, bir daha söyləyirəm, ismi və feili birləşmənin olması deməkdir. Yəni hansı cümlədə söz birləşməsi yoxdur? Bizdən bunu istəyir. Vətən həsrəti. İkinci növdür, vətənin həsrəti. İmtahan zamanı düzgün bölən şagirdlər üçün daha uğurlu olur. Uğurlu olur. Nə? İmtahan. Deməli, kim üçün? Şagirdlər üçün daha ədatlı təhlil olunmur, köməkçidir. Hansı şagird üçün
zamanı düzgün bölən şagird üçün. Gördünüz uşaqlar? Mən burada zamanı, nəyi ayrılıqda götürdüm. Deməli bu söz birləşməsi deyil. Sadəcə imtahan burada mübtədadır. Zaman da burada imtahana birləşmir də, yəni ayrılıqda təhlil olunur. Deməli cavab B idi. Burada söz birləşməsi yoxdur. Sınaq imtahanı ikinci növdür. Müğənninin oxumağı üçüncü növdür. Məhəbbətin ilahiliyi üçüncü növdür. Məsələn, bunu tapmaq üçün uşaqlar cümlənin sintaksis təhlilini düzgün formada reallaşdırmaq lazımdır. 27-yə baxmış olacaq. Hansı nümunədə söz birləşməsinin istifadə olunmayıb? Təzə çəkmə A-da birinci növdür. B-də qonşu kənd birinci növdür. C-də Nərgizin çəkdiyi şəkil, hansı şəkil getdiyə? Məntəqədən cavab D variantı. Axşam Rəsul məntəqədən evə gec gəldi. Burada heç bir söz birləşməsi, nə ismi, nə də feili yoxdur. Səməd əmisinin qışqırtısı, əmisinin yəlic qışqırtısı nə olacaq? Mənsubiyyət verir üçüncü növü. Və salam, yəni burada da var. Cavab D variantıdır. Əzizlərim, burada heç bir söz birləşməsi yoxdur. 28. Tərəflərə verilənlərə uyğun olmayan söz birləşməsini müəyyənləşdirin. Yaxşı. İsim, isim. Baxın əzizlərim, isim, isim. Bu torpaq yol. Torpaq da isimdir, yol da isimdir. B getdi birə. Zərf, isim. Aşağı təbəqə, aşağı yer zərfi, təbəqə də isimdir. D gəldi bura. Sonra əvəzli isim. Bu kitab, o, bu, elə belə həmin işarəli kitab da isimdir də, yəni bunu bilirik biz. Sonra sifət isim. Gümüşü qaşıq. Baxın əzizlərim, gümüşü necə? Qaşıqda iki isimdir. Cavab qalır C variantı. Daşınası yük. Buna aid olan heç bir cümlə ifadə yoxdur. Uşaqlar, gümüş isimdir. Gümüşü isə artıq isimdən düzələn sifətdir. Yəni bunlar fərqli şeylərdir. Bir hərf oradan itkisən dəyişir. Bura diqqətli olmaq lazımdır. Sonra 29-a baxaq. Birləşmələri müəyyən, uyğun gəlməyənləri tapın deyir. Baxın əzizlərim, isim, isim. İsim, isim. Görək hansıdır? Birə uyğun gələn. Asfalt, döşəmə. Asfalt da isimdir, döşəmə də isimdir. Deməli, B gəlir bura. Zərf, isim. Deməli, yuxarı, məhəllə. Yuxarı yer zərfidir, məhəllədəki isimdir. D gəldi bura. Əvəzli isim. Həmin. Görürsünüz, əvəzli idi, məsələdəki isimdir. A gəlir bura. Sifət isim. Armudu. Armud isimindən armudu sifəti stəkandakı isimdir. Amma burada təəssüf olsun ki, Y variantına aid olan heç bir şey yoxdur. Cavabda Y variantı qalmış olur. Sonra uşaqlar 30-cu suala baxmış olacaq. Görək hələ hansı növdə söz birləşməsi işlənməmişdir. Çay sanki dərdini dağlara, dərələrə söyləmişdi. Cavab adı da burada heç bir söz birləşməsinə söhbət getmir. Gümüş kəmərli qız. Gümüş kəmərli. Birinci növ. Anasının qulağı, üçüncü növ, iki növ var. Göy üzündəki buludlar, qar təpəciyi, ikinci növ. Göy üzündəki buludlar, görürsünüz. Dağlar, meşələr, göllər, yer üzünü, xüsusi gözəllik. Xüsusi gözəllik birinci növdür, yer üzü ikinci növdür. Toğrulun ümid dolu baxışları, Toğrulun baxışları üçüncü növ. İnsanların üzü üçüncü növ. Yəni burada maşallah hamısında var. Cavab qalır A variantı. Burada heç bir söz birləşməsindən söhbət getmir əzizlərim. 31. Hansı nümunədə söz birləşməsinin istifadə olunmayıb? Uşaqlar ağacın kölgəsi. Ağacın kölgəsi yiyəlik, mənsubiyyət üçüncü növdür. Burada var. A getdi. Yağışdan sonra otlar sürətlə göyərdi. Cavab B-dir. Burada heç bir söz birləşməsi yoxdur. Məktəbə gedəndə əsas hərfdə anda, əndə varsa feili bağlanma, o feili birləşmədir. Ağ köpüklü dalğalar birinci növdür. Dənizin sahili üçüncü növdür. Quşun balaları üçüncü növdür. Və salam. Cavab qalır B variantı, hansı ki burada heç bir söz birləşməsindən söhbət getmir. Sonra 32-yə baxmış olacaq. Cümlənin birində ismi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir. Uşaqlar, yadda saxlayın ki, əzizlərim, Azərbaycan dilində birinci növ, ikinci növ və üçüncü növ söz birləşmələri var. Birinci növün arasına, misal üçün gözəl qız, yalnız və yalnız bir ədatı daxil ola bilər. Misal üçün gözəl bir qız. Sonra ikinci növ, misal üçün vətən həsrəti.
Düzdürmü? İkinci növdür də bu. Araya heç bir söz daxil ola bilməz qətiyyən. Bir də uşaqlar, üçüncü növ var. Məsəl üçün, mənim anam. Mən burada mənim və anam sözlərinin arasına sonsuz sayda söz daxil edə bilərəm. Mənim gözəl anam, mənim mehriban anam, mənim göyçək anam, görürsünüz? Nə qədər daxil edə bildim. Yadda saxlayasınız. Söz daxil edilmişdir deyəndə ya birinci növ axtarasınız. Çünki birinci növdə yalnız bir ədatı daxil ola bilər. Ya da üçüncü növü, ən çox üçüncü növü axtarmağınız daha məqsədə uyğundur. Baxın, Məhsətinin övladlarından biri Təhsil Nazirliyinin işçisidir. Uşaqlar, baxın, Təhsil Nazirliyinin işçisi, nazirliyin yerlikdir, işçisindəki i mənsubiyyətdir. Deməli, bu üçüncü növdür də və buraya aparıcı sözü daxil olub. Deməli, üçüncü növün arasına söz daxil olub, cavab olur A variantı. Komitənin işçiləri yoxdur. Burada üçüncü növdür, amma araya heç nə daxil olmayıbdır. Mənim qardaşım araya heç nə daxil olmayıbdır. Tədbirin müşafatçısı üçüncü növdə, amma araya heç nə daxil olmayıb. Stolun üstündə burada da heç nə daxil olmayıb. Cavab A variantıdır. Deməli, 33 də eyni tipli sualdır. Düşmənlərin arzusu üçüncü növdə, amma araya heç nə daxil olmayıb. Meşə gözətçisi ikinci növdür. İkinci növə daxil ola bilmir zaten. Sonra nəhəng ayı burada birinci növdür, amma daxil olmayıb heç nə. Vətən torpağı bu ikinci növdə daxil ola bilməz. Tərtər rayonunun qocaman müəllim. Tərtər rayonunun müəllimləri. Rayonun müəllimləri, əzizlərim, rayonun yerlikdir. Müəllimləri mənsubiyyətdir. Araya qocaman sözü girib. Bu da hansı ki, üçüncü növün arasına girmiş sözdür. Cavab D variantı. Vahid bacarıqlı idman ustasıdır. Bacarıqlı usta. Görürsünüz? Bacarıqlı idman ustası bu ikinci növdə, ikinci növ arasına zaten heç nə girə bilməz yəni. Cavab qalır D variantı. Sonra əzizlərim, baxıram inşallah ki, burada 34-cü sualla deyir ki, hansı cümlədə frezoloji birləşmələr bir-biri ilə antonimlik yaradır? Yəni, əks mənalıdır. Üzün ağ olsun çoban, yerin dağ olsun çoban. Burada ağ olsun, yəni təmiz olsun. Deyirsən ki, məsəl üçün, falan kəsin üzü ağdır, alnı açıqdır. Yəni, təmiz olsun. Təmiz mənasında yazaq belə. Söhbəti eşləndə əskərin qanı qaralmaq, bərk qaraldı. Yəni, pis oldu mənasında. Pis olmaq deyək də, olmaq. Bu evdə heç kəs ona gözün üstə qaşın var deyə bilməz. Yəni, heç nə deməməkdə, yəni üstünə qışqırmamaq və s. Arzu deyindi. Üzün qara olsun, Namik. Məni xar elədin. Üzün qara olmaq, yəni pis olmaq mənasında. Baxın, üzün ağ olmaq, üzün qara olmaq. Bunlar əzizlərim, əks mənalı sözlərdir. Cavab 1 və 4. Uşaqların burnumuzun üzü göynə, bu darıxmaq deməkdir. Yəni, əlaqəsiz bir şeydir, darıxmaqdır. Sonra 35. Hansı cümlədəki frezoloji birləşmə bir-birilə antonim? Balaca dəniz atasını görəndə çiçəyə çıtladı. Çiçəyə çıtlamaq, əzizlərim, sevinmək deməkdir, sevinmək. Heyratını dinləyəndə ağzımız açıla qalır. Ağzımı açıla qalmaq təəccüblənməkdir, təəccüblənmək. Müharibə sözünü eşidəndə anaların qanı qaraldı, yəni pis oldu. Ağsaqqalların dediklərinə qulaq asmalıyıq. Qulaq asmaq dinləməkdir. Səhvlərin qocalıqdan belə bükülmüşdür. Yəni, bu da qocalmışdır. Qocalmışdır deməkdir. İndi bizə nə istəyir? Antonim. Sevinmək, bir də uşaqlar qanı qaralmaq. Cavab 1 və 3. Sonra, söz birləşmələrinə aid xüsusiyyətlərdən birini müəyyən edin deyir. Deməli, söz birləşmələrinə aid xüsusiyyətləri müəyyənləşdirin. Məlumat vermə, sual, təkid məqsədli istifadə olunur. Bəzən yüksək hiss həyəcan ifadə edir. Uşaqlar, yadda saxlayasınız ki, əzizlərim, məlumat vermə, sual vermə, təhrik etmək, bəzən də hiss və həyəcanı ifadə etmək üçün cümlənin 4 dənə məna növü var. Sual cümləsi, əmr cümləsi, nəqli cümlə, nida cümləsi. Bax, bu birinci variant var ha, yəni cümlə var ha. Bu, cümlənin məqsəd və intonasiya görə növünə aid olan bir tərifdir. Cümləyə aiddir, getdi. Bütövlükdə bir cümlə üzvü ola bilər. Bəli, ola bilər. İkinci və üçüncü növ parçalanmır deyə bütövlükdə bir cümlə üzvü olur.
Misal üçün deyirəm ki, mənim şagirdim gəldi. Baxın uşaqlar, gəldi. Nə etdi? Gəldi xəbər. Kim? Mənim şagirdim. Bu üçüncü növdür və bütöv bir cümlə üzvü oldu. Deməli, 2 doğrudur da. Məna və intonasiya bitkinlik səciyyə. Uşaqlar, bitkinlik sözü qətiyyən söz birləşməsində olmaz. Bu cümləyə aiddir. Əşyalara, hadisələrə, onların əlaməti. Sözlərə nisbətən bəli. Az öncə vurğuladım ki, uşaqlar, birinci hərfdir. İkincisi sözdür, yəni hərflərin köməyi ilə söz yaranır. Sonra sözlərin köməyi ilə söz birləşməsi yaranır və nəhayət cümlə yaranır. Demək uşaqlar, söz birləşməsi təbii ki, yəni məntiqə əsasən deyə biləcəyik ki, sözə nisbətən konkret olar. 4 doğrudur. Əsas və az tərəf olur. Yəni bu məlum məsələdir ki, söz birləşməsi varsa, orada əsas, aslı tərəf mövcud olur. 2, 4, 5 bu formada qalmış olacaq. 37. Söz birləşməsinə aid olmayan xüsusiyyətlər eyni tipli suallardandır. Tərəfləri sadə və mürəkkəb sözün ibarət ola bilər. Doğrudur. Ola bilər. Misal üçün, istəsəm əsas tərəfdə, istəsəm az tərəfdə fərqi yoxdur. Həm sadə söz qoya bilərəm, həm də mürəkkəb söz qoya bilərəm yəni. Məlumat vermə, təhric, sual məqsədi ilə uşaqlar bu cümlənin məqsəd və intonasiya görə növlərinə aiddir. Məna və intonasiya bitkinlik qətiyyən olmur. 2-3 səhvdir. Bunlar cümləyə aiddir. Sözə nisbətən konkret doğrudur. Həmişə birlikdə bir xeyir uşaqlar. Həmişə ola bilməz əzizlərim. Misal üçün birinci növ yazaq bir dənə. Deyirəm ki, gözəl söz qəlb oxşayır. Nə edir? Qəlb oxşayır xəbər. Nə? Söz. Hansı söz? Gözəl söz. Baxın əzizlərim, gözəl söz birinci növdür, düzdürmü? Və mən bunu sintaksis təhlili zamanı parçaladım. Sözü mübtəda götürdüm, gözəl isə təyin götürdüm. Deməli, həmişə qətiyyən bir cümlə üzvü ola bilməz. Birinci növ olduğu zaman ayrı-ayrılıqda 2 cümlə üzvü olur. Deməli, 5 də yanlışdır. Testin doğru cavabı 2, 3 və 5. Bizdən səhvlər istəyir də, bəli, aid olmayanları. Belə, indi keçək 38-ci sualımızın izahına. Nə istəyir bizdən? Mavi dənizin köpüklü dalğaları birləşməsinə hansı sözlər yalnız aslı tərəf kimi çıxış edibdir? Yalnız aslı tərəf. Demək uşaqlar, burada əzizlərim, birinci söz birləşmələrini tapaq. Mavi dəniz, düzdürmü? Bir də köpüklü dalğalar. Uşaqlar, burada yalnız aslı tərəf deyirsə, mavi dəniz, burada 1 yalnız aslıdır. Bir də 3 köpüklü dalğalar. Köpüklü dalğalarda yalnız aslıdır. Çünki mavi dəniz birinci növdür. Köpüklü dalğalarda birinci növdür. Düzdürmü? Birinci növdə birinci tərəf həmişə aslıdır. Yadda saxlayın. Amma uşaqlar, burada bir şey var. Onu sizə vurğulayım. Cavab 1-3-dür. Dənizin dalğaları, uşaqlar, dənizin dalğaları bu ayrılıqda üçüncü növdür da, elə deyilmi? Üçüncü növdür. Və əzizlərim, yadda saxlayasınız ki, bu üçüncü növdə həm idarə, həm də ki, uzlaşma əlaqəsi olur. Uzlaşma əlaqəsi olduğu zaman artıq burada yerlər dəyişir. Birinci əsas olur, ikinci aslı olur. Yəni, burada 2 var, uzlaşma əlaqəsinə girdiyi zaman əsas tərəf olur. Amma, misal üçün, burada idarədə olsa, aslı olacaq. Deməli, həmişə aslı olmur. Uzlaşmada əsas olur. 1-3. Yalnız aslı olanlar 1-3-dür. Uca dağların qarlı zirvəsi. Burada uşaqlar, uca dağ birinci növ, qarlı zirvə birinci növ. Bəli, birinci növdə yenə də eyni qayda. Yalnız aslı tərəf istədiyi üçün 1 olacaq, bir də 3 olacaq. Çünki birinci növdə birinci tərəf yalnız aslı olur. Amma dağların zirvəsi, əzizlərim, yenə də üçüncü növdür. Üçüncü növ arasında həm uzlaşma əlaqəsi olur, həm də idarə əlaqəsi olur. Uzlaşma əlaqəsi olduğu zaman yerlər dəyişir. Az öncə 38-də də vurğuladım. Birinci tərəf artıq orada əsas olur, ikinci aslı olur. Görürsünüz, idarədə olsaydı, bu 2. Bu artıq idarədə olduğu zaman bu olacaqdı aslı tərəf. Yox, əgər uzlaşma əlaqəsində olsa, bu artıq yerini dəyişir, olur əsas tərəf. Yəni, yalnız as tərəf kimi ola bilməz 2. Ona görə götürmürük. Yenə də cavab qalır 1 və 3. Sonra 40-a baxaq. Nöqtənin yerinə ayrı-ayrılıqda hansı sözlər əlavə olunsa, çərçivə daxilindəki söz həm ismi, həm də feil birləşmə ola bilər. Biraz məntiqi sualdır, amma çətin sualda deyil.
Deməli, bir daha şərti oxuyaq, algılayaq. Nöqtələrin yerinə ayrı-ayrılıqda hansı sözlər əlavə olunsa, deməli, mən burada olan sözlərin hər birini bu nöqtələrin yerinə qoysam, çərçivə daxilində verilən söz, yəni bu söz, həm ismi, həm də feili birləşmənin as tərəfi ola bilər. Aha. İndi baxaq. Uşaqlar, burada dərhal 1 ilə 2-ni mən çıxacam. Çünki göz eləmək və göz vurmaq heç vaxt uşaqlar söz birləşməsi yaratmaz. Nə yaradar deyim sizə? Frazeoloji birləşmə yaradar. Frazeoloji birləşmədə də əzizlərim, əsas tərəf, asıl tərəf söhbəti ola bilməz. Çünki frazeoloji birləşməni biz leksikada uşaqlara tədris eləyəndə deyirik ki, frazeoloji birləşmələrdə nə əsas tərəf olunur, nə də asıl tərəf. 1 ilə 2 frazeoloji birləşməni yaratdığı üçün mən dərhal bunları çıxıram. İndi 3-ə baxaq. Göz qişası. Bəli, uşaqlar. Göz qişası neçənci növdür? 2-ci növdür. Bəli, bu zaman göz qişasında göz sözü ismi birləşmənin as tərəfi ola bildi. Deməli, 3-ü mən götürmüş olacam. Sonra 4. Göz qapaqları. Qişasını silirəm buradan, qapaqların yazıram, fərz eləyin. Yenə də olur neçə? Uşaqlar, 2-ci növ və 2-ci növ olduğu üçün göz sözü burada as tərəf olacaq. Deməli, 4-ü rahatlıqla götürmüş olacaqsan. Gördükcə, göz gördükcə, dıqca dikcə, fərz edin ki, 5-i buradan mən bura yazdım. Göz gördükcə, əsas tərəfdə feili bağlama şəkilçi dıqca dikcə varsa, bu artıq feili birləşmədir və bu zamanda göz sözü feili birləşmənin as tərəfi olmuş olacaq. 5-i götürmüş olasınız. 6. Müalicə olunur. Uşaqlar, göz müalicə olunur. Burada artıq heç bir söz birləşməsindən söhbət getmir. Çünki göz müalicə olunur və sonra bir cümlədir. Çünki bitmiş bir fikirdir. Yəni, bunu mən aparıb oraya qoysam, artıq orada cümlə yaranar, söz birləşməsi yaranmaz. Və bu nöqteyi nəzərdən testin doğru variantı, doğru cavabı 3, 4, 5 formasında qalmış olacaq. Yəni, çətin sual deyil, sadəcə diqqətli formada tətbiq etmək olar. 41. Söz birləşməsinin tərkibində ola bilən, lakin söz birləşməsinin yaranmasında uşaqlar köməkçi iksirlərində söhbət gedir. Söz birləşməsinin tərkibində ola bilər. Yəni, problem deyil, ola bilər, amma söz birləşməsinin yaranmasında heç bir rolu yoxdur. Və salonda burada köməkçilər lapdır, ədatdır, bir də ötürü, qoşma. 1 və 4 bu formada qalmış olacaq. 42. Hansı əlaqələndirmə doğru deyil deyir? Gəlin baxaq. Qələbə qazanmaq. Qələbə qazanmaq uşaqlar frazeoloji birləşmədir. Bu doğrudur. Feili birləşmə deyil, 2 səhvdir. Əlaqələndirilmə doğru deyil. 2-ni götürəcəksiniz. İsa bulağı, uşaqlar, bu mürəkkəb nədir? İsa bulağı bu mürəkkəb addır da. Düzdürmü? İsa bulağı mürəkkəb addır. Dilimizdə bir mürəkkəb ad anlayışı var, bir də mürəkkəb uşaqlar söz anlayışı var. Mürəkkəb söz bitişik yazılır, mürəkkəb ad ayrı yazılır. Baxın, ayrı yazılıb. Bu mürəkkəb addır. Mürəkkəb söz deyil, 3-ü götürəcəksiniz. Əlaqələndirmə doğru deyil. Xankəndi. Mürəkkəb söz. Deməli, Xankəndi mürəkkəb sözdür. Amma söz birləşməsi deyil. 5-də yanlış əlaqələndirilib, cavab 2, 3, 5 formasında qalmış olacaq. 43-cü suala baxıram inşallah ki, şərtdə deyir hansı nümunədə həm ismi, həm də feili birləşmə vardır. Baxaq. Maşın şəhərdən çıxanda dan yeri sökülürdü. Baxın uşaqlar, şəhərdən çıxanda əsas hərfdə anda əndə var. Bu olur feili birləşmə. Bir də dan yeri, danın yeri. 2-ci növdür, bu da ismi birləşmə. Biri götürəcəksiniz. Bu hadisə 1-ci növdür. Böyüklərin yaddaşı 3-cü növdür. Daha yaxşı qalıb, başqa söz birləşməsi yoxdur. Yəni, hər halda uşaqlar, bu hadisə 1-ci növdür, ismi birləşmədir. Böyüklərin yaddaşı, bu da 3-cü növdür da. Yenə də ismi birləşmədir. Feili birləşmə yoxdur. Özünü qayalara çırpan feili birləşmədir. Dalğaların səsi, bu da 3-cü növdür, yəni ismi birləşmədir. 3 də doğrudur. 1, 3. Cəmilin sir sifəti ciddi bir görkəm aldı. Cəmilin sir sifəti 3-cü növdür. Çünki burada yəli idi, bu da mənsubiyyətdir. Ciddi görkəm, bu da 1-ci növdür. Yəni, burada hər halda uşaqlar 2 söz birləşməsi olsa belə feili birləşmə yoxdur. Dan ulduzu 1-ci növdür. Üfüqdən boylananda, baxın uşaqlar, üfüqdən boylananda andəndə feili birləşmə. Qoca səyyah 1-ci növ və salam. 5-də götürmüş olacaq. 1, 3, 5. 44-də baxaq.
Rəhman dünən təzə köynəyini geyinmişdi cümləsində hansı söz birləşməsinin əsas tərəfi kimi işlənibdir? Burada söz birləşməsini tapaq. Təzə köynək. Düzmü? Bu birinci növdür. Və salam da burada əsas tərəf nə olacaq? Təbii ki 4. Çünki əsas tərəf ikinci tərəfdə axı, ona görə cavab 4. 45 əzizlərim, baxaq 45-ci suala. Parlaq günəş ifadəsi əsasında müəyyənləşdirin. Doğru, yanlış. Əsas nikislərdən ibarətdir. Parlaq sifətdir, günəş də isimdir. Bəli, əsas nikislərdən ibarətdir. Bir tamamilə doğrudur götürmüş olacaq. 2. Mürəkkəb adlı, xeyr uşaqlar, 2 yanlışdır. Mürəkkəb adı yox, söz birləşməsidir. 3. Tərkibindəki sözlər həm məna, həm də qrammatik cəhətdən əlaqələnib. Əzizlərim, söz birləşməsində zaten əsas tərif budur. Yəni, bu doğrudur. Yanlışını altından veribsə, bunu götürə bilmərsən. Sabit söz birləşməsi uşaqlar frazoloji birləşmədir. Bu frazoloji birləşmə, yəni sabit yox, sərbəst söz birləşməsidir. 1 və 4. 4 yanlışdır deyə mən bunu götürürəm. Sonra 46-cı suala baxmış olacaq. Və sonuncu sualımızdır. Bağışlanmağı bacarmayan insanların ən pisidir cümləsinin əsasını müəyyənləşdirin. Burada söz birləşmələri bağışlanmağı bacarmayandır. Çünki əsas tərəfdə anən var. Bu feili birləşmədir. Bir də insanların ən pisi. İnyəlik, mənsubiyyət. Verdi üçüncü növü. Üçüncü növdüsə nə olacaq? İsmi birləşmə. Və salam. Ən də burada əzizlərim üçüncü növün arasına girmiş bir qüvvətləndirici ədatdır, yəni köməkçilik hissəsidir. İndi doğru yanlış cədvəlinə əsasən cavabları tapaq. Tərkibində ismi birləşmə var. Bəli. İnsanların ən pisi doğrudur. Birləşmələrdən birinin əsas tərəfi məstərlə ifadə olunubdur. Burada əzizlərim, maqmək, yəni məstər mən görmürəm. 2 səhvdir. Atırsam. Hər iki tərəfi feili ifadə olunan söz birləşməsi var. Bu doğrudur. Bağışlamağı bacarmayan. Bəli, bağışlamağı bacarmayan. Burada uşaqlar söz birləşməsi, bəli, feil ifadə olunubda. Bağışlamaq məstərdir, bacarmayan da feili sifətdir. Deməli, bu doğrudur. Amma yanlışın altından verdiyi üçün götürməyəsiniz. Bir də uşaqlar, burada 2-yə bir daha qayıdıram. Deyir ki, birləşmələrin birinin əsas tərəfi məstərlə ifadə olunubdur. Burada məstər var, bəli, doğrudur. Amma əsas tərəf deyil axı. Aslıdır, yəni birinci tərəf. Getdi. Hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsi bu yanlış olacaq. Çünki burada isim birləşmə, burada insanların ən pisi, insan isimdir, amma pis sifətdir də, yəni hər iki tərəfi ismlə ifadə olunmuyor baxı. Deməli 4-də yanlışdır. Belə əzizlərim, testimizin doğru cavabı 1 və 4. Yanlışın altından yanlışı, doğrunun altından doğrunu götürməliyik. Və salam, bu formada olmuş olacaq.